Bugün sizinlə önəmli bir məsələ haqqında danışmaq istəyirəm. Hansı ki, müraciət edənlər arasında tez-tez eşitdiyim şikayətlərdən biridir. Mən çox hiperaktivəm, həyatımda boşluq sevmirəm. Gün ərzində o qədər özümə fəaliyyət yaratmışam ki, heç bir boşluğum qalmır. Bunun hiperaktivlik pozuntusunun bir əlaqəsi ola bilərmi? Ola bilərmi ki, mənim uşaqlıq dönəmindən belə bir pozuntu ilə doğulmuşam və bu mənim həyatıma yansıyıb bu şəkildə. Əslində, əksər hallarda bu hiperaktivlik pozuntusuna əlaqəli olmur. İnsanın yaşadıkları situasiyaların ona təsir göstərməsi və bu təsirdən sonra insanın emosional olaraq özünü idarə edə bilməməsi, hansısa duyğulardan qaçması kimi özünü göstərir. Yəni, mən hansısa situasiya yaşamışam, bu situasiya mənə çox pis təsir göstərib. Ola bilər münasibət olsun və yaxud da həyatımda önəmli bildiyim bir insanın həyatından keçməsi olsun. Bu situasiyanın təsirindən dolayı mən öz hisslərimi, duyğularımı bastırmışam və bastırdığım o hisslər, duyğularla üzləşməmək üçün özümü daim məşğul etmək istəyirəm. Tutaq ki, deyirəm, keçmişdə hansı bir hadisə yaşamısınız, 3 il öncə, 2 il öncə işdən çıxmaq ola bilər və yaxud da ciddi bir münasibətin bitirilməsi ola bilər. Bu hadisədən sonra sizin əhval-ruhiyyəniz, həyat keyfiyyətiniz müəyyən səviyyədə dəyişəcək. Və bu dəyişimdə təbii ki, sizin yaşadığınız duyğularla çox əlaqəlidir. İnsan hansısa bir situasiyada sanki bir dırnaqarası travmatik şok keçirir və bu travmatik şokdan sonra duyğularını kontrol etmək onun üçün çətinləşir. Orada müəyyən düşüncə sistemləri olur ki, bu da insan duyğularına təsir göstərir. Məsələn, anasını itirən pasiyentim olub. Bir müddətdən sonra sırf bu şikayətlə gəlmişdi ki, mən həyatımda sanki qaça-qaçdayam, heç nəyə axıra qədər eləyə bilmirəm və həyatımda boşluq yoxdur demək olar ki. Heç nəyə də çatdıra bilmirəm. Və məlum oldu ki, əslində anasını itirdiyinə görə özünü günahkar hiss edir və bu günahkarlıq hissindən qaçmaq üçün boş zamanlar yaratmır bacardığı qədər özünə ki, mən boş zaman yaratsın, birdən o hissləri yaşaya bilərəm. Belə, bu haqda qısa məlumat vermək istədim. Öz təcrübələrim haqqında bölüşməyi sevirəm. Düşünürəm ki, bir çox insanlar bunu